varmış kimi şükr etmək. Hal-hazırda çox tanınmış bir inancdır. Bu göstərir ki, yəni sənin əgər bir arzun varsa, o arzunu artıq əldə etmiş kimi bugündən şükr etməyə başlayırsan. Bu düşüncə o qədər səhvdir ki, çünki dua etmək kimi böyük bir neməti əlimizdən alır. Biz aciz varlıqlarıq. Həyatımızda olan heç bir şey bizə aid deyil. Yəni nəfəsimiz belə bizim deyil. 5 il bundan qabaq bir Covid gəlib nəfəsimizi əlimizdən alırdı. Və dua etmək, acizliyimizi qəbul etmək və bunun fərqində olmaq deməkdir. Dua edəndə nə deyirsən? Deyirsən, ay Allah, mən acizəm, sən qüdrətlisən. Məndə yoxdur, səndə var. Mən sənin qapına gəlmişəm və o limitsiz xəzinəndən filan arzumu istəyirəm səndən. Sən cömərtsən, sən mənə ver. Baxın, bu dua Allahla bizim aramızda olan münasibəti gücləndirir. Amma biz nə edirik? Bugün əlimizdəkilərin dəyərini bilməyən insanlar hələ əldə etmədikləri bir arzu üçün bugündən şükr etməyə başlayırlar. İndi mən bunu deyəndə mənə deyirlər ki, bir dəqiqə dayan. Axı biz deyəndə ki, məndə yoxdur, səndə var, bu qıtlıq enerjisidir. Amma bizim arzularımızın olması üçün bizim var enerjisində olmağımız lazımdır. Tamam, mən bununla razıyam. Amma o var enerjisini biz səhv başa düşmüşük. Var enerjisi bilirsiniz nədir? Mən dua edirəm, duamı bitirirəm və duadan tam əminliklə qalxıram ki, Allah mütləq mənim duamı qəbul eləyəcək. Yəni, o duadan qalxandakı o əminlik hissi, o içindəki rahatlıq hissi səni əslində var enerjisində saxlayır. Dua etmək kimi böyük bir nemətin əlinizdən alınmasına imkan yaratmayın. Allah bütün dualarınızı ən xeyirli formada qəbul edər inşallah.